Allah Resulü buyurur ki, bir nəfər o dövrdə, indi necə imiş, bileti necə alırmışlar gəmiyə bilmirəm o dövrdə. Gəmiyə bilet alır, gəmi yola düşür. O dövrdə də indi həmin dövrə uyğun yer olarmış da. Bu yer mənimdir. Yükü üçün, özü üçün. Təmsildir ya bu. Gəmi çıxır seyrə. Biraz hərəkət eləyəndən sonra görürlər ki, bu adam başlayıb gəmini deşməyə. Ay balam, neynirsən? Deyir, nəyi olasın, neynirəm? Yeri pulun vermişəm, özümündür. Ay balam, düzdür sən yerə pul vermirsən, almısan, bu yer müvəqqəti sənindir. Amma bunu deşməyə sənin ixtiyarın çatmır. Nə üçün? Çünki bu gəmi hamımızı aparır. Sən əgər deşsün, gəmi batacaq, hamımız qərq olacaq. Cəmiyyət də bənzəyir bir gəmiyə. Ki, mən bu işi eləyirəm, sənin nəyvə lazım? Mən hicabsız gəzirəm, özüm bilərəm, sənə nə? Siz baxmıyız? Mən məsələn bu hərəkət eləyirəm, sizə nə? Bir cəmiyyət olaraq heç kəs ictimai həyatında bunu eləyə bilməz. Mən kazinolar açıram. Bilirsiniz da başlayıb. Kazinolar açılır. Sən övladı gəlməyə qoyma. Belə deyir. Sən gəlmə. Bu da deyir, hədə düz deyir də bu. Bizim nəyimizə lazım? Belə yanaşmalıyıq. Sən cəmiyyəti fəsadla, şərabla, narkotiklə, kazinolarla, əxlaqsız yuvalarla və s. Bütöv cəmiyyətdə fəsadı yayırsan, bir sözün var ki, sən gəlmə, sən eləmə. Cəmiyyət uçuruma gedirsən, gəmini deşirsən. Mən ola bilsin, öz nəfsimlə mübarizə aparam, kiminsə bir neçə nəfərin azlıq təşkil edən insanların imanı güclü ola bilər. Amma bütün övladları, gəncləri biz sığortalaya bilmərik bu işdən. Bu qədər gözəl hədislərdir bu hədislər. Allah Rəsulü buyurur, əmr biməruf və nəhyəz münkər edən kəs, o adam ki, cəmiyyətdə başqaların yaxşılığa dəvət edir, pisliklərdən çəkindirir. Həzrət Rasulullah buyurur ki, belə bir adam Allahın yer üzərində canişinidir. Allah kitabının canişinidir. Allah Rəsulunun canişinidir. Yəni nümayəndəsidir.